Salam hər kəsə. Gündəlik istifadə etdiyiniz baş fənəri zəifdirsə və daha güclüsünü axtarırsınızsa, növbəti fənəri sizə təqdim edirəm. Sofirinin HS41 modeli olan və 4000 lümen turbo rejimdə maksimum işıqlanma gücünə çatan fənəri də sizə təqdim edirəm. Qutusunun daxilində 1 ədəd qalın USB şarj kabeli, 2 ədəd rezinləri gəlir, 1 ədəd belə bir klipsi gəlir. Bu isə arxa hissəni açdıqda, batareyanı buradan çıxartdıqda, batareya ilə fənər arasında olan kağızlar onu çıxardırsınız, sonra fənər aktivləşir. Bu qaydada fırladırsınız, fırladıb bağlayırsınız. Sizə təqdim edəcəyim güclü fənər 4000 lümen dəyərində olan fənər bu fənərdir və qoşduqda yaşıl işarəyə yanırsa, deməli batareyanın enerji dəyəri 50%-dən yuxarıdır və kifayət qədər şarjı var. Ehtiyac yoxdur. Əgər qırmızı yanmış olsaydı artıq enerjiyə nisbətən ehtiyacı var deməkdir. Fənərin daxilində yaddaş rejimi olduğu üçün hər hansı bir rejimdə fənəri söndürdükdə, yenidən qoşduqda həmin rejimdə də fənər işə düşür. Tək kliklə söndürüb, tək kliklə də yandıra bilirsiniz. Fənərin daxilində eyni zamanda rezin qoruyucular olduğu üçün hər hansı bir su keçirmə problemi yoxdur. Arxa hissədə isə şarj giriş yerində də əlavə olaraq rezini var və şarj etdikdən sonra tam germetik bağlasanız suya davamiyyəti artmış olacaq. Əlavə olaraq buradan düyməni sıxdıqda bu qaydada ekonom rejimi ilə başlayır. Təxmini olaraq 60 saata yaxın iş rejimidir. Full batareya tam şarj edilibsə, növbəti rejimlərdə isə gücü artdıqca saata da düşür. Ən güclü rejimdə 2 saat, orta rejimlərdə isə 5 saatla 7 saat arasında dayanmadan istifadə etmək olur. Fənər özü 3 hissəyə ayrılır və ön hissəsi isə sökülüb yığıla biləndir. 6 ay zəmanət verilir. Məhsulu profildəki və yaxud da kanaldakı sifariş linkinə daxil olub bir market üzərindən rahatlıqla sifariş edə bilərsiniz və yaxud da ambara yaxınlaşıb yerində baxıb götürə bilərsiniz. Bu qədər.